Salam, hörmətli abituriyentlər. Kanalıma xoş gəlmisiniz. Bu gün sizlərlə Səfəvilər Dövlətinin 1603-cü ildən 1721-ci ilə qədərki tarixi dövrü mərhələsinin izahına baxacağıq. Əvvəlcə qeyd edək ki, Şah 1-ci Abbas hakimiyyətə gəldikdən sonra xarici siyasətdə üç əsas məsələni ön plana çəkmişdi. Şeybanilərdən Xorasanı almaq, hansı ki bunu 1599-cu ildə etdi, Xorasanı geri qaytardı. İkinci növbədə isə Osmanlıların işğalı altında olan Azərbaycan torpaqlarını geri qaytarmağa hədəfləmişdi. İlk olaraq 1603-cü ildən 1612-ci ilə qədərki dövr ərzində Şah 1-ci Abbas başlayır Azərbaycan torpaqlarını geri qaytarmaq üçün Osmanlılarla müharibəyə. Və 1603-cü ildən 12-ci ilə qədər davam edən Səfəvi-Osmanlı müharibələrinin 3-cü mərhələsi Təbriz şəhərində üsyanın qalxması və Təbrizin Osmanlı işğalından qurtulması ilə nəticələnir. Təbriz şəhərinin işğaldan azad olunması ilə Azərbaycanın cənub sərhədlərində cənub torpaqlarının taleyi həll olunmuş olur. Yəni cənub ərazilərimiz Osmanlı işğalından qurtulur. Və 1603-cü ildə Cufa-Naxçıvan bölgələri döyüşsüz şəkildə ələ keçirilir, Osmanlıların əlindən alınır. Hətta Şah 1-ci Abbas Səfəvi ordusunun yardım göstərdiyi və Osmanlılara qarşı üsyan qaldırdığı üçün Ordubad şəhərini vergilərdən azad edir, dövlət vergilərindən azad eləyir ki, Şah 1-ci Abbasın ordusu şəhərə daxil olmazdan əvvəl Ordubad əhalisi üsyan qaldıraraq Osmanlı hakimiyyətindən çıxmışdılar. 1604-cü ildə isə Çuxursəd bəylərbəyliyi, yəni İrəvan ərazisi geri qaytarılır, azad edilir. 100 minlik Osmanlı qoşununun hücum xəbərini alan demək Şah 1-ci Abbas yandırılmış torpaq taktikası tətbiq eləyir və yadınızdadırsa yandırılmış torpaq taktikasını Osmanlı sultanı Sultan 1-ci Süleymanın Azərbaycana yürüşləri zamanı Şah 1-ci Təhmasib də həyata keçirtmişdi və Araz çayının sol sahilində yaşayan əhalini Naxçıvan, Culfa, Ordubad bölgəsinin əhalilərini, Araz çayının sol sahilində yaşayan əhalini İranın içərilərinə, İsfahana, Mazandarana, İranın bəzi digər əyalətlərinə köçürdən Şah 1-ci Abbas böyük sürgün siyasətini tarixdə ilk dəfə tətbiq etmiş olur. Böyük sürgün siyasətinin həyata keçirilməsi ilə Arazın sol sahili Arazın sağ sahilinə köçürülür. Yəni Arazın sol sahilinin əhalisi sağ sahilə köçürülür və Osmanlının gəldiyi yol boyunca qarət etməyə, qılıncdan keçirtməyə, yaxud da belə deyək, məğlub etməyə bir qüvvə tapa bilməməsi və yol boyu Osmanlı ordusunun məğlubiyyəti ilə, yəni yorulması ilə nəticələnməsinə səbəb olur bu hadisə. 1605-ci ildə tarixdə ikinci dəfə Sufiyan döyüşü baş verir. Xatırlayırıqsa 1585-ci ildə Məhəmməd Xudabəndənin hakimiyyəti dövründə baş vermiş Sufiyan döyüşündə Səfəvilər məğlub olmuşdular. 1585-ci il döyüşündən fərqli olaraq Şah 1-ci Abbasın hakimiyyəti dövründə baş vermiş 1605-ci il ikinci Sufiyan döyüşündə isə Səfəvilər qələbə qazanırlar Turan taktikasının tətbiq edilməsi ilə. Demək Şah 1-ci Abbas həm Turan taktikasını tətbiq edib, həm böyük sürgün siyasəti həyata keçirdib, həm Şah 1-ci Təhmasibin istifadə etdiyi yandırılmış torpaq taktikasından istifadə edibdir. Demək olar ki, 1605-7-ci illər ərzində Azərbaycanın Osmanlı işğalı altında olan Qarabağ, Gəncə, Bakı, Dərbənd, Loru, Tiflis, bütün bölgələri Şərqi Gürcüstan, Dağıstan Osmanlı qoşunlarından azad edilir. 1612-ci ildə isə məğlubiyyəti qəbul edən Osmanlılar Şah 1-ci Abbasla Sərab yaxud 2-ci İstanbul sülh müqaviləsini imzalamış olurlar. Bu müqavilədə Amasya sülhünün şərtləri təzədən təsdiq edilir. Yəni Şərqi Gürcüstan Səfəvilərə, Qərbi Gürcüstan və Ərəb İraqı Osmanlılara verilir. Bir də Səfəvilər Rusların Şimali Qafqazda tikdirdiyi Terek qalasının Osmanlılar tərəfindən uçurdulmasına mane olmayacaqlarına dair söz vermiş olurlar. 1616-cı ildən 18-ci ilə qədər yeni Səfəvi-Osmanlı müharibəsi başlayır və 1616-cı ildə bu Səfəvi-Osmanlı müharibəsi Şah 1-ci Abbasın Şərqi Gürcüstana hücumu ilə başlamış olur. Bu zaman Osmanlı Sultanı 1-ci Əhməd qoşun toplayaraq Səfəvi sərhədlərinə doğru hücuma keçir. İrəvana qədər gəlib irəliləsə də bir uğur əldə eləyə bilmirlər Osmanlılar və 1618-ci ildə Sınıq Körpü adlı döyüş baş verir və bu döyüşdə də Səfəvi qüvvələri qələbə qazanmış olurlar Osmanlı-Krım qüvvələri üzərində. Sınıq Körpü döyüşünün Molla Həsənli döyüşündə Osmanlı-Krım qüvvələrinin məğlub edilməsi ilə oxşar cəhət götürmək olar. Və bu zaman taxta yenicə çıxmış
Osmanlı Sultanı II. Osman Şah 1. Abbasla 1618-ci ildə Mərənd sülh müqaviləsini imzalayır. Mərənd sülh müqaviləsi 1618-ci ildən 22-ci ilə qədər Osmanlılarla Səfəvilər arasında sülhü bərqərar edən müqavilədir və bu müqavilədə yenə də Amasya sülhünün şərtləri bərpa edilir və Osmanlılar artıq Səfəvilərin tutduğu torpaqların tam Səfəvi hakimiyyəti altında qalacağına, yəni azad edilmiş torpaqların Səfəvilərə məxsus olduğuna təminat vermiş olurlar. 1622-ci ilə qədər də bu sülh müqaviləsi iki dövlət arasında demək öz mövcudiyyətini qoruyub saxlamış olur. Şah 1. Abbas Böyük Moğol dövləti ilə, Müqəddəs Roma imperiyası ilə, İngiltərə, İspaniya, Fransa kimi dövlətlərlə, Rusiya ilə diplomatik əlaqələr saxlamışdı və bu diplomatik əlaqələr zamanı İspan kralı 2. Filip Osmanlıya qarşı Şah 1. Abbası yeni bir müharibəyə təhrik etməyə cəhd eləyir. Əvəzində isə deyir ki, İran körfəzində hansı ki Şah 1. İsmailin tarixdə ən böyük səhvi ki var idi, Portuqaliyanın İran körfəzində Hörmüz limanında ağalığına mane olmamışdı. Həmin o İran körfəzinin Portuqallardan alınmasına qarşılıq olaraq İspan kralı 2. Filip deyir ki, əgər Osmanlıya qarşı yeni bir müharibəyə başlasaz, biz də sizə köməklik eləyərik. İran körfəzində Portuqaliyanın hakimiyyətinə son qoymuş olarıq. Lakin Səfəvilər Portuqaliyanın İran körfəzindəki hakimiyyətinə mane olmaq üçün İngiltərədən istifadə eləyirlər və 1621-ci ildə Səfəvlərlə ingilislər arasında dostluq müqaviləsi imzalanır. Əbədi dostluq müqaviləsidir bu. Əbədi dostluq müqaviləsinin imzalanmasında səbəb nəyə görə Səfəvlər İngiltərə ilə münasibət yaradırlar? Çünki bu zaman İngiltərə ilə də Portuqaliya arasında münasibətlər pisdir, gərgindir və İngiltərənin Portuqaliyaya qarşı olan rəqabət halından istifadə edən Səfəvlər ingilislərin köməyi ilə 1622-ci ildə Hörmüz limanını Portuqallardan azad etmiş olurlar və yadda saxlayaq ki, bu 1621-ci ildə əbədi dostluq müqaviləsini imzalayan, 1622-ci ildə Hörmüz limanının Portuqallardan azad edilməsində rol oynayan İngilis sülaləsi Tudorlar olmayıb, Stuartlar sülaləsi olubdu. Bunu xüsusilə test tapşırıqlarında görəcəksiniz. Stuartlar sülaləsinin yardımı ilə Səfəvilər Portuqaliyanın İran körfəzində Hörmüz limanındakı ağalığına mane olmuş olurlar. 1622-ci ildə isə Şah 1. Abbas yenidən müharibəyə başlayır Osmanlılara qarşı. Bu artıq Səfəvi Osmanlı müharibələrinin 5-ci, sonuncu mərhələsidir. Buna başlamasının səbəbi isə Osmanlı Sultanı II. Osman ölür və Osmanlı dövlətində daxili çəkişmələr baş qaldırır. Həmçinin Bağdad Osmanlının hakimiyyəti altındaydı. Bağdadı idarə edən Osmanlı hakimi Səfəvilərə müraciət eləyir ki, Osmanlı hakimiyyətində qalmaq istəmədiyini bildirir. Bu da Şah 1. Abbasın 22-ci ildə Osmanlıya qarşı yeni bir müharibəyə başlamasına səbəb olur. 1622-23-cü illərdə demək olar ki, Bağdad, Mosul, Kərbəla, Nəcəf, Kərkük bu bütün bölgələri, Ərəb İraqının bütün bölgələrini Şah 1. Abbas azad eləyir, tutur. Lakin 1629-cu ildə Şah 1. Abbasın ölümündən sonra taxta yeni çıxmış Şah 1. Səfi, Şah 1. Abbasdan sonra hakimiyyətə gəlib və Şah 1. Səfi Abbasın uğurlarını davam etdirə bilmir. 1642-ci ilə qədər taxta olubdur Şah 1. Səfi. Şah 1. Səfinin hakimiyyəti dövründə Osmanlı Sultanının 4-cü Murad taxta çıxmışdı. 1629-cu ildə 4-cü Murad Səfəvlər üzərinə hücum həyata keçirsə də heç bir uğur qazana bilmir, eyni ilə 1-ci Əhməd kimi. 1638-ci ildə isə eyni zamanda Osmanlı Sultanı Sultan Süleyman Qanuninin Azərbaycana birinci yürüşünün nəticəsində ki, biz bunu qeyd etmişdik, 1534-də də Osmanlılar Bağdadı tuturlar, 1638-ci ildə də 4-cü Murad Bağdadı tutur və 1639-cu ildə iki dövlət arasında müharibənin bütöv mərhələsini başa çatdıran Qəsr-i-Şirin sülh müqaviləsi imzalanır. Qəsr-i-Şirin sülh müqaviləsi eyni zamanda 2-ci İstanbul, yəni Sərab və Mərənd müqavilələrində olduğu kimi Amasya sülhünün şərtlərini bərpa eləyir. Osmanlı dövləti Van, Qars, Axısqa, Bağdad və Şərqi Anadolunu ələ keçirir. Zəncir qalasından şərqdəki torpaqlar və İrəvan şəhəri Səfəvilərə verilir. Və Səfəvilər Van, Qars, Ahılsıq qalalarına hücum etməyəcəklərinə dair Osmanlılara təminat vermiş olurlar. Bütün bu proseslər 1514-cü ildən 1639-cu ilə qədər Səfəvi Osmanlı müharibəsinin başa çatdığını göstərir. Bunun nəticəsində 100 ildən artıq davam edən bir müharibə bitir Qəsr-i-Şirin müqaviləsinin imzalanması ilə və Azərbaycan təsərrüfatı dirçəlməyə başlayır. Hətta 18-ci əsrin əvvəllərinə qədər, 1639-cu ildən 18-ci əsrin əvvəllərinə qədər Səfəvilərlə
Osmanlılar arasında demək olar ki, münasibətlər normal və sabit qaydada irəliləyir. Amma müharibənin qazananı kim olur? Əsas məsələ budur. 1514-cü ildən 1639-cu ilə qədər davam etmiş Səfəvi-Osmanlı müharibələrində nə Səfəvilər, nə də Osmanlılar qələbə qazanır. Qələbə qazanan Avropa diplomatiyası olur. Çünki Avropa diplomatiyası başda qarşısına bir məqsəd qoymuşdu. İki türk dövlətini şərqdə qarşı-qarşıya qoyaraq zəiflətmək. Avropa diplomatiyası bu planına uğurla yerinə yetirə bilir və iki türk dövləti əslində bu müharibədən qalib ayrılmırlar. Hər ikisi xeyli qaydada zəifləmiş olurlar. İndi isə biz keçək danışaq 17-ci əsrin ikinci yarısı Azərbaycan Səfəvilər dövlətinin tarixindən. 17-ci əsrin ikinci yarısında daha doğrusu Şah Səfinin ölümündən sonra 1642-ci ildən 66-cı ilə qədər taxta keçmiş Şah II Abbasın dövründə Osmanlı dövləti ilə əsasən sülh və mehriban qonşuluq münasibətləri yaradılır və bu qaydada da davam edir. Hətta II Abbas dövləti dirçətmək üçün çoxlu tədbirlər həyata keçirdir. Məsələn, səlahiyyətini aşan bütün məmurların əmlakını müsadirə etdirir, əllərindən alır. Rəiyyət və sənətkarların, yəni kəndlilərin və sənətkarların dövlətin xəzinəsinə olan bütün vergi borclarını ləğv eləyir, əkinçiliyin inkişafına xüsusi diqqət ayırır, əhalinin şikayətlərinə baxılması üçün ədalət divanı yaradır şahın yanında, həmçinin gürcü və erməni tacirlərinə xüsusi imtiyazlar verdirir. Lakin Şah II Abbasın hakimiyyəti dövründə Rusiyanın 1613-cü ildə hakimiyyətdə gəlmiş və 1917-ci ilə qədər taxta qalmış Romanovlar sülaləsi ki var. Həmin o Romanovlar sülaləsi Şimali Qafqazda qalalar inşa eləməyə başlayırlar. Səfəvilər də 1653-cü ildən Şah II Abbasın dövründə 1667-ci ilə qədər ruslarla silahlı münaqişəyə girirlər. Münaqişənin səbəbi Şimali Qafqazdır. Şimali Qafqaza kim hakimdir? Ruslarmı, yoxsa Səfəvlərmi? Bu mübarizədə qalalar inşa etmiş Rusiyanın Tereksay sahilində tikdirdiyi bütün rus məskənlərini Şirvanın bəylərbəyi olan Xosrov bəy dağıdır. Və 1662-ci ilə qədər davam edən bu münaqişə vəziyyəti rusların kifayət qədər hərbi qüvvəsi olmadığından dayandırılır. Ruslar Azərbaycan Səfəvilər dövləti ilə əlaqəyə girirlər və 1662-ci ildə kifayət qədər hərbi gücü olmayan Rusiya bu silahlı münaqişəni dinc yolla qaydasına qoymuş olur. Və buradan belə bir nəticə çıxır ki, Şah II Abbasın hakimiyyəti dövründə Səfəvilər dövlətinin Şimali Qafqazda rolu və mövqeyi möhkəmlənir. 17-ci əsrin ikinci yarısı Azərbaycan Səfəvilər dövlətində bir əsas ticari və iqtisadi istiqamət olaraq əsas bir dəyişiklik baş verir ki, Böyük İpək yolu öz əhəmiyyətini artıq itirir. Çünki bu zaman artıq dənizlər üstünü idi, okeanlarda ticarət üstünü idi, su yolu ilə ticarət üstünü idi və Böyük İpək yolunun öz əhəmiyyətini itirməsindən sonra rusların Volqa-Xəzər su ticarət yolu canlanır və ruslar şərq bölgələrində ekspansiya siyasəti yeritməyə başlayırlar. Ekspansiya nə deməkdir? Bir dövlətin təsir dairəsinin genişlənməsidir. Yəni müdaxilə dairəsinin, rusların əl-qolunun uzandığı yerlərin genişlənməsi deməkdir ticarət baxımından. Rusların ekspansiyası Volqa-Xəzər su ticarət yolunda cəmlənir. Çünki Qafqaz bölgəsindən Şərqi Avropa istiqamətində Volqa-Xəzər su ticarət yolu mühüm rol oynamağa başlayır Böyük İpək yolunun öz əhəmiyyətini itirməsi ilə. Şah Süleymanın hakimiyyəti dövründə isə 1666-1694-cü illərdə hakimiyyətdə olubdu Süleyman. 1667-ci ildə Səfəvilər ruslarla ticarət müqaviləsi imzalayırlar. Şah Süleymanın imzaladığı bu müqavilədə Rusiyanın əsas məqsədi qızılbaşların, yəni Səfəvlərin ipəyini Moskva və Qərbi Avropaya daşımağı öz əlində cəmləşdirmək istəyi idi. Yəni ruslar istəyirdilər ki, Səfəvlərin ipəyini Qərbi Avropaya və öz ölkələrinin ərazisinə öz tacirləri vasitəsilə cəlb etsinlər. 1667-ci il müqaviləsinə əsasən Rus tacirlərinə xeyli güzəştlər edilir. Gömrüksüz ticarət hüquqları verilir, xeyli imtiyazlar verilir və ruslar beləliklə Azərbaycan ipəyini Volqa-Xəzər su ticarət yolu ilə daşımağı ələ keçirmiş olurlar. Hətta Şah Süleyman Şah II Abbasdan fərqli olaraq ruslara yanaşmada yeni bir meyl tətbiq eləyir. Rus tacirlərinə xüsusi ehtiram göstərmək haqqında fərman verir ki, Rus tacirləri toxunulmazdır. Həyatları, mülkləri Səfəvi dövlətinin təminatı altındadır. Lakin bu dövrdə Volqa-Xəzər
Xəzər-Su ticarət yolunun canlanması zamanı Azərbaycanın Xəzər sahili vilayətlərinə qarətçi basqınlar eləyən Don kazakları var. Həmin o Don kazaklarının da başçısı Stepan Razindir. 1668-ci ildə Stepan Razinin başçılığı ilə Don kazakları Dərbənd sahilinə çıxırlar. Çoxlu Azərbaycan şəhərlərini, Xəzər sahili yaşayış məntəqələrimizi qarət edirlər. Lakin Rusiya belə bir qarətçi yürüşlərin qarşısını təbii ki almalıdır. Çünki Volqa-Xəzər-Su ticarət yolundakı üstünlüyünü əldən vermək istəməz. Buna görə də bu basqınların qarşısını Rusiya alır və münaqişə Rusiyanın sayəsində dinc yollar nizama salınır. Baxmayaraq ki, Osmanlı dövləti ilə münasibətlərimiz normaldır, amma Avropa dövlətləri bikar dayanmazlar və Şah II. Abbasa, həmçinin Şah Süleymana, Avropa dövlətləri, həmçinin Rus elçiləri dəfələrlə müraciət edirlər ki, gəlin Osmanlıya qarşı mübarizəyə başlayaq. Yəni Səfəviləri təhrik edirlər ki, Osmanlıya qarşı müharibəyə başlayaq. Amma Səfəvi hökmdarları normal qonşuluq münasibətlərini davam etdirmək və müharibə vəziyyətindən qaçınmaq üçün bu suallara, hansı ki bu təkliflərə və bu təhriklərə rədd cavabı vermiş olurlar. Şah Sultan Hüseyn isə Şah Süleymanın taxtdan düşməsindən dərhal sonra 1694-1722-ci illərdə taxta olur. Şah Sultan Hüseynin dövründə dövlətin iqtisadi vəziyyəti pisdir. Birazdan bu haqda Səfəvilər dövlətinin ictimai-iqtisadi vəziyyəti haqqında danışacağıq. Şah Sultan Hüseyn nə edir? Pul böhranını aradan qaldırmaq üçün Ərdəbil şəhərində, hansı ki Səfəvilərin dini mərkəzi olan Ərdəbil şəhərində ata-babalarının məzarlarındakı, məqbərələrindəki qiymətli əşyalardan pul kəsdirməyi əmr eləyir və pul böhranının qarşısını bu yolla almağa çalışır. 1699-cu ildən 1702-ci ilə qədər isə əhalini siyahıya aldırır. Siyahıya alınmanın xüsusi bir nəticəsi olur. Vergilər artırılır. Vergilərin artırılması və feodal zülmünün güclənməsinə qarşı Səfəvi hakimiyyətinə qarşı üsyanlar baş verir. Baxın, diqqət edək. Səfəvi hakimiyyətinə qarşı baş vermiş bu üsyanları bəzən testdə abituriyentləri çaşdırmaq məqsədi ilə bu üsyanların Rusiyaya qarşı baş verməsi, Osmanlıya qarşı baş verməsi ilə bağlı variantlar yazılır. Bu variantlar səhvdir. Carda, Şirvanda baş vermiş üsyanların əsas səbəbi Səfəvi zülmü, Səfəvilərin feodal hakimlərinin vergiləri artırması yaxud feodal zülmüdür, özbaşınalıqdır. 1707-ci ildən 1707-ci ildə və bir də 1711-ci ildə Səfəvilərə qarşı Car Balakən bölgəsində ilk üsyan baş vermiş olur. İlk kütləvi xalq çıxışı. Təbii ki, bu üsyan yatırılır. Lakin daha sonra Şirvan bölgəsində daha güclü bir üsyan baş verir. Hətta Şirvan üsyançıları Şamaxıya hücum eləyirlər və Bəylərbəy Həsənəlini, Şirvan Bəylərbəyi Həsənəlini öldürürlər. Hətta Şirvan üsyançılarına başçılıq eləyirdi Hacı Davud adlı şəxs. 1719-21-ci illərdə Hacı Davud adlı şəxs Şirvan üsyançılarına başçılıq eləyibdi. Şirvan üsyançılarına, yəni Hacı Davuda Dağıstan hakimlərindən Qaytaqlı Əhməd xan və Qazıqumuqlu Surxay xan köməklik eləyirdilər. Düzdür, 1719-cu ildə Hacı Davudu həbs eləyirlər. Bu zaman Qazıqumuqlu Surxay xan qaçır. 1719-cu ildə Davudun həbs edilməsindən sonra Davud həbsdən bir müddət sonra qurtulur və 1721-ci ildə Şamaxını üsyançılar yenidən ələ keçirtmiş olurlar və bu zaman Şamaxıda Rus tacirlərini Hacı Davudun üsyançıları qarət eləyirlər. Təbii ki, bu da nəyə ziddir? 1667-ci ildə imzalanmış Səfəvi-Rus ticarət müqaviləsində Ruslara verilmiş imtiyazlar baxımından ziddir. Çünki Şah Süleymanın özü də imzaladığı müqavilədə söz vermişdi ki, xüsusi Rus tacirlərinə xüsusi ehtiram göstəriləcəkdir və Rusların da bu bəhanədən istifadə eləyərək Azərbaycana güya Şirvanda qarət edilmiş Rus tacirlərinin intiqamını almaq və Şirvan üsyançılarını cəzalandırmaqda Səfəvilərə kömək etmək məqsədi ilə yürüşü baş tutacaq. Amma bu yürüş, gələcək dərs danışacağımız hadisələr, yəni Rusiyanın yürüşü sadəcə dırnaqarası məqsəddir. Yəni bu intiqam və cəzalandırma sadəcə bəhanədir. Rusiyanın əsas məqsədi Xəzər sahili vilayətləri tutmaqdır. Şamaxını ələ keçirmiş və Rus tacirlərini qarət etmiş üsyançılar bir qədər uğur əldə eləyə bilirlər. Lakin Hacı Davud müraciət eləyir kömək üçün Rusiyaya. Rusiyaya müraciətində qeyd eləyir ki, biz sizin hakimiyyətiniz altında yarım müstəqil xanlıq olaq, siz bizi himayəyə alın və Rusiyada bu təklifə rədd cavabı verir. Rədd cavabı verməsinin səbəbi nədir? Çünki gələcəkdə Xəzər sahilinə yürüş planlaşdırır və Hacı Davudu ora müstəqil hakim kimi təyin etmək istəməz Rusiya.
Osmanlı sultanına müraciət eləyir Hacı Davud. Görür ki, ruslar rədd cavabı verirlər və Osmanlı sultanı 3-cü Əhmədə müraciət eləyir. 3-cü Əhməd də 1703-1730-cu illərdə hakimiyyətdə olubdu. 3-cü Əhmədə niyə müraciət eləyirlər? Çünki bilirlər ki, Rusiya ilə Osmanlı da bu dövrdə Cənubi Qafqaz uğrunda bir-birləri ilə düşməndilər və 3-cü Əhməd bu müraciəti qəbul eləyir. Niyə qəbul eləyir? Çünki Rusiya ilə Cənubi Qafqaz uğrunda mübarizədədir və Rusiyanın Xəzər sahili vilayətləri tutmasını 3-cü Əhməd istəməz təbii ki. Hacı Davuda xan titulu verilir və Şirvan yarım müstəqil xanlıq elan olunur. Osmanlı Hacı Davudun təklifini qəbul eləyir. Rusiyadan fərqli olaraq. Demək, biz danışaq bir də 1709-cu ildə Əfqanlar Səfəvilər dövlətinin ərazisində yaşayan Əfqan tayfaları İranın içərilərində olan Qəndəhar şəhərini tutmuş olurlar. Yəni Əfqanlar da Səfəvilərə qarşı mübarizəyə qalxırlar və 18-ci əsrin 20-ci illərindən 1720-ci illərdən demək olar ki, Səfəvilər dövləti artıq özünün tənəzzül, zəifləmə və geriləmə dövrünə qədəm qoyur. Səfəvilər dövlətində 17-ci əsrin ikinci yarısında ictimai-iqtisadi həyatdan xüsusilə danışaq. 17-ci əsr Azərbaycan Səfəvilər dövlətində ictimai-iqtisadi həyatda xüsusilə aparıcı torpaq mülkiyyət formaları divan və xalisədir. Soyurqal bir dəqiqə xüsusilə bunu silək buradan, çünki soyurqal aparıcı torpaq mülkiyyət forması deyil. Soyurqal isə məhdud şəkildə dərvişlərə, seyidlərə, pir hakimlərinə paylanan demək torpaq mülkiyyət formasıdır. 1565-ci ildə Səfəvilər dövlətinin hökmdarı olmuş Şah 1-ci Təhmasib Monqolların dövründən tətbiq edilən tamğa vergisini ləğv eləyir. Tamğa vergisinin ləğvi sayəsində Azərbaycan Səfəvilər dövlətində ticarət və sənətkarlıq inkişaf etmiş olur. Ticarətin və sənətkarlığın 16-cı əsrin ikinci yarısında inkişafına dəstək göstərmiş Şah 1-ci Təhmasib tamğa vergisini ləğv etdirir və demək Uzun Həsən də bu tamğa vergisini ləğv etmək istəyibdi, amma Uzun Həsən eləyə bilməyibdi, 1-ci Təhmasib edibdi. Səfəvilər dövlətində 35-ə yaxın vergi növü var. Bu vergilərin içərisində malcəhətin adı xüsusilə qalır. 15-ci əsrdə olduğu kimi 16 və 17-ci əsrlərdə də malcəhət məhsuldan istifadə müqabilində alınan vergidir. Və biz Səfəvilər dövlətində təbəqələrdən danışaq. Feodal zümrə, yəni hakim təbəqə, kəndlilər və sənətkarlar. Feodal zümrənin birinci təbəqəsi əsasən qızılbaşların xüsusi rol oynadığı hərbi əyanlardır. Feodal zümrəsinin ikinci təbəqəsi ali şiə ruhanilərdir. Bunlar bu qaydada əzbərlənməlidir. Çünki testdə feodal zümrəsinin birinci nümayəndəsidir ali şiə ruhanilər kimi çaşdırıcı məqamlarda düşür. Feodal zümrəsinin üçüncü təbəqəsi məmurlar və yerli əyanlardır. Məmur və yerli əyanlar. Kəndlilər də bu dövrdə 3 qismə bölünürlər. Kəndlilərin birinci qismi rəiyyət adlanır. Rəiyyətin iş heyvanı var, istehsal aləti var, torpağı şumlamaq üçün, torpaqda işləmək üçün, ancaq torpağı yoxdur. Rəiyyətin nəyi olmadı? Torpağı olmadı. Rəiyyətin torpağı yoxdur. Feodaldan aldığı torpağı becərir. Rəncbər heç bir təsərrüfata malik olmayan kasıb kəndlidir. Bunların heç bir təsərrüfatı yoxdur. Demək olar ki, nə iş heyvanları var, nə məşğuliyyəti var, nə torpağı var. Ümumiyyətlə, heç bir şeylə məşğul olmayan yoxsul kəndlilər adlanır rəncbərlər. Elatlar isə fərqlidir. Elatlar yarımköçəridirlər. Orduda da xidmət eləyirlər. Ya az vergi verirlər, ya da heç vergi vermirlər. Elatlar soruşula bilər ki, heçmi mükəlləfiyyət icra etmirlər? Təbii ki, mükəlləfiyyət icra edirlər. Bunların elə orduda xidmət etməsi mükəlləfiyyət sayılır. Orduda xidmətlə bağlı mükəlləfiyyət edən, ya az vergi verən, yaxud heç vergi verməyən yarımköçəri təbəqə necə adlanır? Elat adlanır. Sənətkarlar bölünür 3 qismə. Birinci qism əsnaflar, ikinci qism müstəqil fəaliyyət göstərənlər, üçüncü qism isə feodal emalxanalarında birləşənlər. Feodal emalxanasında birləşən sənətkarın vəziyyəti əsnaf və müstəqil fəaliyyət göstərənlərdən nisbətən fərqlənir. Feodal əməlatxanasında işləyən sənətkarın vəziyyəti ən ağır vəziyyətdə olan sənətkarlar feodal əməlatxanasında işləyənlərdir. Çünki həm feodala vergi verirlər, feodal əməlatxanasında işləyən sənətkarlar, həm də dövlətə vergi verirlər. Yadınızdadırsa 13-14-cü əsrlərdə Azərbaycanda Hülakülər dövləti mövcud olmuşdu. Hülakülər dövlətinin, yəni İlxanilər dövlətinin hakimiyyəti dövründə Əxili adlı sənətkar birlikləri mövcud olubdu. Azərbaycanda 17-ci əsrdə də sənətkar birlikləri 13-14-cü əsrlərdən fərqli olaraq əsnaf adlanır. Yəni sənətkarların əsnafda birləşən
qismi əsnaflar, sənətkarların birləşdiyi təşkilatlardır. 17-ci əsrdə sənətkar birliyi əsnaf adlanır, 13-14-cü əsrlərdə sənətkar birlikləri əxliklər adlanırdı. Məlik tüccarlar isə şəhərlərdə tacirlərə başçılıq edən şəxslərdir, tacirlərə nəzarət edən şəxslərdir. Demək 7-ci əsrdə biz xatırlayırıqsa demişdik, 15-ci əsrə qədər əsas liman, ən böyük liman şəhərimiz Dərbənd şəhəri olubdu. Artıq 17-ci əsrdən 15-ci əsrdən etibarən Bakı Azərbaycanın əsas liman şəhərinə çevrilmiş olur və 17-ci əsrdə də bu mövqeyini qoruyub saxlayır. Həmçinin bu dövrdə biyar ad nə idi? Biz xüsusilə biyarın nə olduğunu qeyd eləyək. Biyar mükəlləfiyyət növüdür. Biyar kəndlilərin ödədiyi mükəlləfiyyət növüdür. Bu nədir? Kəndli feodal üçün bəzi işlər vardı ki, onu yerinə yetirir və onun üçün heç bir qarşılıq almır. Kəndlilərin pulsuz və məcburi surətdə yerinə yetirdiyi işlər adlanır biyar. Hətta 16-cı əsrdə olduğu kimi bu dövrdə də Azərbaycana İngiltərənin Ostend və Moskva şirkətlərinin tacirləri gəlib gedirlər. Hətta hindlilər Azərbaycana dəfələrlə ticarət etməyə gəlirlər. Hindlilərin burada daimi ticarət məskənləri vardı. Hansı ki, mədəniyyətin içərisində keçərkən Azərbaycan memarlığında qeyd edəcək. 17-ci əsrdə Suraxanıda Hind atəşpərəstlik məbədi var ki, həmin onu hindlilərin tacirləri inşa eləyirlər. Yəni Suraxanıda Hind atəşpərəstlik məbədini. Səfəvilər dövlətinin 17-ci əsrdə paytaxt şəhəri olubdu İsfahan. Demək, dövlətin paytaxt şəhəri haradısa, dövlətin mərkəzi də ora sayılır. Birinci şəhəri də ora sayılır. Ancaq Səfəvilər dövlətinin 17-ci əsrdə ikinci şəhəri Təbriz şəhəridir. Dövlətin birinci şəhəri paytaxt İsfahan, ikinci şəhəri isə Təbriz şəhəridir. 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərində Səfəvilər dövləti başlayır böhran yaşamağa. İqtisadi böhran, pis vəziyyətə düşür iqtisadiyyat. İqtisadiyyatın pis vəziyyətə düşməsinin iki cür səbəbi var. Daxili səbəblər və xarici səbəblər. Həmçinin bu daxili və xarici səbəblərin yanına onların iqtisadi yaxud siyasi olduğunu da qeyd edəcəyik. Daxili səbəblər nələrdir? Daxili səbəblər su təchizatının zəifləməsi, əkin sahələrinin azalması gətirir böhrana çıxardır. Pul böhranı nə deməkdir? Qəlb pullar ki var, saxta pullar. Həmin saxta pulların dövriyyəyə daxil olması iqtisadi böhrandır. Şəhər iqtisadiyyatının uzun müddətli aparılmış müharibələr nəticəsində tənəzzül etməsi, həmçinin dövlət idarəçiliyindəki böhran, yəni rüşvətxorluq, fırıldaqçılıq, bürokratiya, bütün bunlar dövlətin iqtisadi cəhətdən vəziyyətinin pisləşməsi və böhran vəziyyətini yaşamasının daxili səbəbləridir. İndi isə daxili səbəblərin iqtisadi yaxud siyasi cəhətlərini qeyd edək. Su təchizatının və əkin sahələrinin azalıb zəifləməsi daxili iqtisadi səbəbdir. İqtisadi baxımdan böhran sayılır. Pul böhranı da pul sözünün keçdiyi hər yerdə iqtisadi səbəbi qeyd edəcəyik. Şəhər iqtisadiyyatı yenə də iqtisadi səbəbdir. Ancaq dövlət idarəçiliyindəki böhrandır, rüşvətxorluqdur, fırıldaqçılıqdır, bürokratiyadır. Bunlar daxili siyasi səbəbdirlər. Xariciyə baxaq. Xarici səbəblər. Xarici səbəblər nələrdir? İpək yolu öz əhəmiyyətini itirir və su yollarının əhəmiyyətinin artması baxımından Azərbaycanın da İpək yolu üzərində yerləşən əsas ticarət nöqtələrindən biri olduğuna görə İpək yolunun öz əhəmiyyətini itirməsi Səfəvilər dövlətinin iqtisadi cəhətdən zəifləməsinin xarici səbəbindəndir. Avropada keyfiyyətli manufaktura məhsulları yaranır. Manufaktura demək, yəni bir emalatxananın daha çox maşınlı istehsal formasıdır. Maşınlarla istehsaldır. Avropada manufaktura məhsullarının artırması, yəni fabrik zavodlara aparan mərhələdir də bu kapitalizmdir. Kapitalizm sistemi artıq Avropada 17-ci əsrin sonlarında demək olar ki, İngiltərədə yaranmışdı, inkişaf etmişdi. Manufakturalar meydana gəlmişdi. Həmin o manufakturalarda məhsullar istehsal edilirdi. Həmin o manufakturalarda istehsal edilən məmulatların çoxluğu, keyfiyyəti artıq şərqdəki sənətkarlıq mallarına, məhsullarına marağı azaldır. Bu da gətirir Səfəvilər dövlətinin yenə də iqtisadi cəhətdən böhran yaşamasına səbəb olur. 17-ci əsrin ikinci yarısında Azərbaycan Səfəvilər dövlətində yenə də olaraq irsilik prinsipi mövcuddur. Hətta 16-cı əsrdə olduğu kimi qızılbaşlar dövlətdə mühüm rola malikdirlər. Bu zaman Təbriz hakimləri başkomandan vəzifəsini icra edirlər, əmirəl-üməra rütbəsini həyata keçirdirlər. Səfəvilər dövlətinin Azərbaycan ərazisi 4 bəylərbəyliyə bölünür. Bunlar haralardır?
İrəvan, yəni Çuxursəd bəylərbəyliyi, mərkəzi İrəvan olan Çuxursəd bəylərbəyliyi, mərkəzi Qarabağ olan, mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyi, Şirvan bəylərbəyliyi və cənubda Təbriz bəylərbəyliyi. 4 bəylərbəylik vardı. Qarabağın mərkəzi Gəncə şəhəridir, Çuxursəd bəylərbəyliyinin mərkəzi İrəvan şəhəridir, Təbriz bəylərbəyliyinin mərkəzi Təbrizdir, Şirvanınki da mərkəzi elə Şirvandır. Şirvan bəylərbəyliyi 1538-ci ildə Şirvanşahlar dövlətinin süqutundan dərhal sonra yaradılmış bəylərbəylikdir. Və 17-ci əsr Azərbaycan Səfəvilər Dövlətinin idarəçiliyində bəylərbəyi nə işə baxır? 2025-ci ilin qəbul imtahanı sualları içərisində belə bir maddə yazılmışdı. Bəylərbəyi vəzirlər tərəfindən təyin edilir. Xeyr, bəylərbəyi birbaşa şahın tərəfindən təyin edilir və mərkəzi hakimiyyətə tabedir. Bəylərbəylikdə vəzirlər maliyyə işlərinə baxırlar. Ancaq vəzirlər bəylərbəyliyə tabe deyillər. Vəzirlər də birbaşa mərkəzi divana hesabat verirlər. Bəylərbəyliyin rəhbərliyi altında fəaliyyət göstərən vəzirlər maliyyə işlərinə baxırlar və birbaşa mərkəzi divana hesabat verirlər. Mərkəz divana hesabat verirlər. Bəylərbəyi ilə hesablaşmırlar. 16-cı əsrdə mahalı naiblər idarə edirdisə, 17-ci əsrdə mahalları qolbəylər idarə edirdilər və 17-ci əsrdə kiçik inzibati vahidləri, yəni kiçik əraziləri idarə edənlər sultan idilər. Sultanlar isə qolbəyiyə tabe edilər və 17-ci əsrdə ali hərbi inzibati rütbə xarakteri daşıyan vəzifə, ali hərbi inzibati rütbə idi, xan titulu verilən şəxslər. Sizi testdə çaşdıracaq. 17-ci əsrdə yazacaq Azərbaycan Səfəvilər Dövlətində xanlar qeyri-məhdud hakimiyyətə malik idilər. Xeyr, xan vəzifəsi, xan rütbəsi 18-ci əsrdə xanlıqlar dönəmində xüsusi qeyri-məhdud hakimiyyətə malik olubdur. 17-ci əsr Səfəvilər dövlətində qeyri-məhdud hakimiyyətə malik olan bir şəxs var, o da şahdır. Yəni hökmdardır. 17-ci əsr Səfəvilər dövlətində ictimai, iqtisadi vəziyyət haqqında da bu qədər. Növbəti dərslərimizdə görüşənə qədər sağ olun.